Yoldaşlar, bu gün ilə müsahibə mərhələsində təhsil haqqında qanundan da bilirik ki, soru-sual olunur, sual verilir bizə. Sırf təhsil haqqında qanundan. Bunun haqqında danışacağıq. Burada əsas məsələ ümumi bütün maddələri öyrənməyə ehtiyac yoxdur. Yəni müsahibə mərhələsinin öyrənməyin bir qaydası var, periodik halı var, yəni bir növ proqram var bunun. Əvvəlki dərslərimizdə də misal üçün mən bunları qeyd eləmişdim. Mənə fikir verdinizsə, bütün qanunvericiliyi öyrənməmişdik. Sadəcə olaraq bizə ən çox hardan sual verilə bilər? Belə deyək də, hardan zərbə dəyə bilər? Bax, onlar üzərində işləmişdik. Bu günlərdə növbə təhsil haqqında qanunundur. Təhsil haqqında qanunun yadda saxlayın ki, sizə sual verə bilər ki, təhsil hüququ Konstitusiyanın neçənci maddəsindədir? Belə bir sual verilə bilər. Misal üçün, Konstitusiyanın 42-ci maddəsindədir. Bunlar hansılardır? Yəni, orada 42-ci maddədə nələr yazılıb, onlar haqqında sizə sual verə bilərlər. Amma vacib hissə təhsil haqqında qanunun ələxüsus 2-ci maddəsidir. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, belə gedir adı, maddənin adı. 3 bənddən ibarətdir və digər maddələrə nisbətən asan sayılır bu maddə, 2-ci maddə ümumiyyətlə. Nədən bəhs edir? Deyir ki, təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının konstitusiyasından, təhsil haqqında qanunundan, məktəbəqədər təhsil haqqında qanunundan, ümumi təhsil haqqında qanunundan, peşə təhsili haqqında qanunundan, Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bax, fikir verirsinizmi? Müqavilə dedim mən. Digər qanunlardan ibarətdir demədim. Dedim ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bunun ikinci maddənin birinci bəndi budur. Yəni bunu belə deyək də, yadda saxlamağın ən asan yolu nədir? Biz saydım buradakı hansı qanunverici sistemlər aiddir də bura. Konstitusiyadır, təhsil haqqında qanunun özüdür, məktəbəqədər təhsil haqqında qanundur, ümumi təhsil haqqında, peşə təhsili haqqında və s. və ilaxır. Bunları qısaca olaraq bir cədvəl halında salırsınız. Bu formada öyrənirsiniz, yadda da saxlayırsınız. Yəni bunlar ikinci maddənin birinci bəndinə aid olan vacib hissələrdir. Bunu yadda saxlayırsınız, kifayətdir. Sonra ikinci bəndi bizə nə deyir? Təhsil qanunvericiliyinin əsas məqsədi, bax fikir verin, təhsil qanunvericiliyin yəni məqsədindən artıq danışır, əsas məqsədindən. Yəni nədir bu? Əsas məqsədi təbii ki, təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsil alanların, təhsil verənlərin, belə sual verin mən sizə, haşiyə çıxar. Təhsil alanlar kimlərdir? Cavab verin hələ. Misal üçün, buna cavab versin Leyla xanım, Nərmin xanım. Hansı cavab vermək istəyirsiniz? Təhsil alanlar mənim şagirdlərdir, sonra tələbələrdir, bakalavrlardır, magistrlərdir. Tələbət də, bakalavr. Kursantlardır, uşaqlar. Bax, birinci uşaqlar sayaq da. Uşaqlardır, şagirdlərdir, kursantlardır, tələbələrdir, müdavimin özüdür. Bunlar təhsil alanlardır. Aydındır. Təhsil verənlər kimlərdir bəs? Təhsil verənlər müəllimlər, professorlar, pedaqoqlar, psixoloqlar falan da sayılır. Bax, belə deyim mən sizə. Bunun yadda saxlamaq üçün biz mütləq şəkildə təhsil haqqında qanunun 31-ci maddəsini öyrənməliyik. Təhsil haqqında qanunun 31-ci maddəsi sırf bunun haqqındadır. Yəni, 2 bənddən ibarətdir. Təhsil alanlar kimlərdir, təhsil verənlər kimlərdir. Yəni, 31.0.1-ci bəndi təhsil verənlərdən söhbət gedir. İkinci bəndi isə, daha doğrusu təhsil alanlardır birinci bəndi. İkinci bəndi isə təhsil verənlərdən danışır. Orada müəllimlər düz vurğuladı onu. Daha sonra ola bilər uşaq birliyi təşkilatı rəhbərlərdir, laborantdır, kitabxanaçıdır, daha sonra loqopeddir, psixoloqdur. Yəni, mütləq şəkildə 31-ci maddəni, yox, mən sizə material olaraq onu göndərəcəm. Təhsil verən kimdir, təhsil alanlar kimlərdir, onu yadda saxlayarıq. Yaxşı, vacib məsələdir çünki. Həmçinin, qanunvericiliyin ikinci maddəsinin ikinci bəndinin davamı olaraq biz dedik ki, təhsil alanların, təhsil verənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, həmçinin onlar arasında, yəni onlar arasında kimlərin? Təhsil alanların və təhsil verənlərin. Onlar arasında münasibətlərin tənzimlənməsində təhsil sisteminin sərbəst fəaliyyəti, həmçinin inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Yəni, bunu niyə görə dedik biz, niyə görə bu qədər danışdıq? Biz bunu müəyyənləşdirdik ki, təhsil qanunvericiliyinin əsas məqsədi nədir? Yəni, saydıqlarımız təhsil qanunvericiliyinin əsas məqsədinə
aid olan hissədir. Daha sonra əmək məcəlləsinin yadınızdadsa 6-cı maddəsində biz öyrənmişdik ki, əmək məcəlləsinə şamil edilmədiyi şəxslər. Hər halda bu barədə məlumatınız var. Eyni ilə təhsil haqqında qanunun 2-ci maddəsinin 3-cü bəndi də deyir ki, təhsil haqqında qanunun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri, həmçinin konsulluqlar yanında təhsil müəssisələrinə şamil edilmir. Yəni sadalandığımız müəssisələrə təhsil haqqında qanun aid edilmir. Yəni bunu biz necə yadda saxlaya bilərik? Misal üçün, əmək məcəlləsinin elə 6-cı maddəsi kimi bir şeydir. Yəni əmək məcəlləsi kimlərə şamil edilmirdi? Hərbi qulluqçular idi, hakimlər idi, Milli Məclisin deputatları idi, bələdiyyə seçilmiş şəxslər idi və sair və ilaxır. Yəni əmək məcəlləsinin 6-cı maddəsində təkrarlayan ola bilsin. İnanmıram oradan sual verirlər, amma belə deyim də məlumatlı olmağınız sizin faydalı bir şeydir, sizə faydalı olan bir şeydir. Daha sonra sizə sual verə bilərlər təhsil haqqında qanunun 3-cü maddəsində, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən. Misal üçün, sual belə qoyula bilər sizin üçün. Təhsil sahəsində dövlət siyasətinin hansı prinsiplərini tanıyırsınız? Bax, belə bir sual verilə bilər sizə. Burada da ki, mütləq şəkildə təhsil haqqında qanunun 3-cü maddəsini biz öyrənməliyik ki, bunu yadda saxlayaq da. 10 dənə prinsipimiz var. Hansılardır? Humanistlikdir, demokratiklikdir, bərabərlikdir, keyfiyyətlilikdir, millilik və dünyavilikdir, səmərəlilikdir. Daha sonra fasiləsizlik, vəhdətlilik və daimilik prinsipidir. Səmərəlilik dedikdə deyəsən, səmərəlilik də bura aiddir. Daha sonra varislik, liberallaşma, inteqrasiya. Aydındır. Yəni bunların da ki, açıqlamalarını mən sizə material olaraq göndərəcəm. Onları, belə deyim də, tam şəkildə əzbərləməyə ehtiyac yoxdur. Sadəcə onların qısa yolları var ki, misal üçün, humanistlik prinsipi nədir? Misal üçün da sual verilə bilər. Humanistlik prinsipi bir qayda olaraq sözün kökü nədir? Human da, düzdürmü? Yəni buna görə də milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafını, insan hüquqları, həmçinin azadlıqları, sağlamlığın və təhlükəsizliyin ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunmasına biz deyirik nə? Humanistlik prinsipi. Amma fikir verirsiniz, cümlə çox böyükdür. Yaxşı, bunu biz necə yadda saxlaya bilərik? Bunu yadımıza tez düşməsi üçün biz nə edə bilərik? 3 dənə söz var burada humanistlik prinsipində. Hörmətdir, tolerantlılıqdır, dözümlülükdir. Yəni bunların prioritet kimi qəbul olunması. Yəni hörmət, tolerantlıq, dözümlülük. Yəni bunları yadda saxlamağa çalışaraq siz humanistlik prinsipini, yəni belə deyim də, o boyda cümləni yox, yəni bu 3 sözün üstündə siz özünüzə məxsus olaraq, yəni öz fikrinizi izah eləyəcək səviyyədə cümlə qura bilərsiniz. Yəni şərt o deyil ki, durub burada milli və ümumbəşəri dəyərlərin aydın məsələdir onsuz da bu. Yəni biz orada müsahibə mərhələsində sırf kitab cümləsi ilə danışaq deyə bir şey yoxdur. Biz özümüzü, belə deyim də, ifadə etməyə bacarmalıyıq artıq. Yəni bunlar biz kitab dilində danışmaqda, belə deyək, qaydadır, düsturdur, falan filan, düzdür. Bunlar sırf test mərhələsi üçün bizə lazımdır. Müsahibə mərhələsində bizim fikrimiz önəmlidir. Bizim bu qanuna şərhimiz önəmlidir. Biz bu, misal üçün, hər hansı bir maddədir, düzdürmü? Qanundan olan qanun layihəsindən və yaxud da ki, hər hansı, ümumiyyətlə qərardır, qanun fərq eləməz. Yəni biz onu necə şərh eləyə bilirik? Əsas məsələ budur. Aydındır? Yəni buna diqqət eləsək bəs eləyir. Misal üçün demokratiklik prinsipi. Demokratiklik prinsipini yadda saxlamaq üçün ən yaxşı yol nədir? Təhsil müəssisələrinin muxtariyyətinin artırılması özü bilavasitə demokratiklik prinsipindən xəbər verir də bizə, düzdürmü? Amma ümumilikdə ancaq götürəndə təhsil haqqında qanunun 3-cü maddəsinin 0.2-ci bəndində, 2-ci yarım bəndində də bu. Nə deyir ki? Deyir ki, təhsil alanların azad düşüncə ruhunda fikir ver. Təhsil alanları biz saydıq az öncə, düzdürmü? Və daha yaxşı yadda saxlamaq üçün də təhsil haqqında qanunun 31-ci maddəsinin 0.1-ci bəndi, yəni biraz baxsaq bəs eləyə biləcək ki, təhsil alanlar kimlərdir? Deyir ki, təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, həmçinin təhsil müəssisələrinin muxtariyyətinin artırılmasına biz deyirik nə? Demokratiklik prinsipi. Amma bunu yadda saxlamağın sadəcə qısa bir hissəsi var da. Təhsil müəssisələrinin muxtariyyətinin artırılması elə özü demokratiklik prinsipindən xəbər verir bizə. Amma təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsi və s. cümlələr, yəni bir növ, mən nə demək istəyirəm? Kitab cümlələrindən qaçaq. Yəni biz öz fikrimizi ifadə eləyək. Aydındır? Yəni sual verilsə ki, misal üçün də hansı prinsipləri tanıyırsan təhsil sahəsində dövlət siyasətinin, yəni prinsiplərindən söhbət gedir təbii ki. Hansı prinsipləri sayırsan? Sən başda saymağa humanistlikdir, demokratiklikdir və yaxşı olar ki, onların
nə demək olduğunu da izah eləsin, həqiqətən super olardı. Yəni misal üçün mən durub o prinsiplərin adını sayıram, amma Yasemin xanım onların açıqlamasını verir. Mənlə onun izahları arasında fərq var axı. Düzdür? Mənə 1 bal veriləcəklərsə əgər, təbii ki, Yasemin xanıma 2 bal, 1.5 bal, yəni mənlə onu fərqləndirəcəklər. İstənilən halda fərqləndirəcəklər. Aydındır? Buna diqqət eləyin. Daha sonra ola bilər ki, sizə sual verilsin ki, belə deyim, çaşdırmaq üçün bəzən asan suallar da verirlər. Yəni elə bilməyin ki, sırf asan sualları necə deyim, başlanğıc mərhələsində verirlər. Bəzən çətin suallar verirlər və anidən asan sual verirlər. İstər-istəməz belə deyim də sizə beyin tormozlanır da, biz onu çaşırıq. Aydındır? Sonra sual verə bilər ki, necə deyim, Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili hansıdır? Belə sual da verir. Avtomatik olaraq deyirsən dövlət dili, yəni Azərbaycan dilidir. Bununla da kifayətlənirsən, bəs eləyir. Aydındır? Belə sual da verə bilər. Yəni təhsil haqqında qanunun 7-ci maddəsindən yalnız və yalnız bu sualı verməyə ehtimalı var. Bir də ki, təhsil müəssisəsində tədris dili digər dillərdə olanda, misal üçün Rus sektoru, misal olaraq deyirəm də, burada hansı dillər mütləq şəkildə keçirilməlidir? Sən avtomatik olaraq deyirsən Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası. Vəssalam. Daha sonra sizə sual verə bilərlər təhsil haqqında qanunun 12-ci maddəsindən. 12-ci maddə nədir? Təhsilin formalarından danışır bizim üçün. Biz ümumiyyətlə təhsilin hansı formalarını tanıyırıq? Nərmin xanım, hansı formaları tanıyırsınız siz? Alo. Təhsilin formaları formal təhsil, qeyri-formal təhsil və informal təhsil. Formal təhsil odur ki, dövlət sənədinin verilməsi ilə başa çatır. Məsəl üçün 9-cu sinifi bitirəndə şəhadətnamə, 11-i bitirəndə attestat verilir. Eləcə də universitetlərdə məsəl üçün universitet diplomu, kollecdə diplomu verilməsi. Bir də qeyri-formal təhsildə isə yəni hər hansı bir dövlət sənədi verilmir. Məsəl üçün kursa gedirik, kursu bitiririk, amma bu Dərnəkdir, repetitor yanına getməkdir. Hal-hazırda elə sizin özünüzün aldığınız təhsil forması daha doğrusu, təhsil alma forması başqa şeydir. Təhsil forması qeyri-formaldır. Yəni mən sizə dövlət təhsil sənədi verə bilməyəcəm. Yəni ola bilər hər hansısa bir kurs sizə sertifikat versin, o başqa bir şeydir. Yəni o kurs səviyyəsində tanınan bir sənəddir. Aydındır? Bəlkə də elə bir sertifikat ola bilər ki, bəli, rəsmi şəkildə tanınsın və s. və l. Hər hansısa bir müəssisədə çalışmanıza şərait yaratsın, imkan yaratsın, o başqa bir şeydir. Amma belə deyim də, bir növ bunu uzatmayaq da, konkretləşdirək, lakanikləşdirək. Bax, deyirik ki, dövlət təhsil sənədi ilə yekunlaşan təhsil formasına formal təhsil forması deyirik biz. Qeyri-formal təhsil forması nədir? Repetitor yanında, kurslarda, dərnəklərdə, məşğələlərdə bilik və bacarıqlara yiyələnmə forması. Yəni, bir növ müəllimlə hazırlaşırıq biz. İnformalı isə şəxsin özünün bilik bacarıqlara yiyələnməsidir. Yəni, adam oturur, kitab dəftərini açır, internet resursu və s. və da fərq eləməz. Əlində bir resursla biliklər əldə eləməyə başlayır. Aydındır? Yəni, öz bilik bacarıqlarını artırır. Bu olur nə? İnformal. Demək ki, bizim təhsilin formasında elə bir problemimiz yoxdur. Bunu bilirik biz. Yaxşı, təhsil alma formaları hansılardır? Təhsil alma formaları çox güman ki, sizə belə bir sual verilə bilər və həm eyni qayda ilə verə bilər ki, hansı təhsil alma formalarını tanıyırsınız, hansı təhsil alma formalarından məlumatlısınız, belə bir tipli suallar verilə bilər. Hallar da hansıdır? Əyanidir, qiyabidir, distantdır, sərbəst eksternatdır, fərd təhsil, evdə təhsil, stasionar təhsil və əlbəttə ki, zəruri hallarda müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda da digər təhsil alma formalarda tətbiq edilə bilər. Demir ha, tətbiq edilməlidir. Tətbiq edilə bilər. Yəni, zəruri hal olarsa. Aydındır? Daha sonra 14-cü maddəni sadəcə olaraq material olaraq verəcəm sizə. Onu bir qədər oxuyarsınız. İnanmıram oradan sizə sual versinlər. Yəni, doğrudan deyirəm, mənim təcrübəmdə görməmişəm ki, təhsil haqqında qanun 14-cü maddəsindən sual verilsin müdavimə, özü də müsahibə mərhələsində. Heç testdə mən görməmişəm sözün açığı. Amma ola bilər də, yəni material olaraq mən sizə göndərəcəm, işimizi sığortaya çəkək də. Yaxşı, vacib məsələlərdən biri təhsil haqqında qanunun 17-ci maddəsidir. Təhsil haqqında qanunun 17-ci maddəsi təhsilin pillələri və səviyyələrindən danışır. Misal üçün, Lalə xanım, səsim gəlir sizə? Alo? Deyəsən, Lalə xanım qoşulmuyor. Ay, Lalə xanım. Yaxşı, Nərmin xanım, sizlə davam edək. Səsim gəlir. Bəli, gəldim.
Hə, Lalə xanım, təhsilin pilləsi və səviyyələri haqqında hansı təhsil pillələrini tanıyırsınız ümumiyyətlə? Məktəbə qədər təhsil, orta təhsil, Orta ali təhsil? Orta təhsil nədir? Məktəb təhsili də Məktəbdir, onun adı nədir gedir? Hansı pillə gedir? tam orta, Ümumi təhsil. ümumi təhsil. Ümumi təhsil. Amma burada sayın davam edən daha sonra hansı təhsil pillələrini tanıyırıq? Ali, Peşə qaldaq. hə, peşə. Peşə, orta ixtisas. Hə? Orta ixtisas təhsili o pillədir. Sonra ali təhsil pilləsi və vəsə. Düzdür? Hə, ardıcıllıqla saymaq lazımdır. Ardıcıllıqla saysaq yaxşı olardı. Yəni uşaq böyüyəndə 1 yaşına çatır, 2 yaşına çatır. O birdən-birə 10 yaşına gəlib çatmır axı. Düzdür? Belə gedək. Biz ardıcıllıqla saysaq daha yaxşı olar. Yaxşı. Hansı təhsil pilləsinin, hansı təhsil pillələrinin daha doğrusu səviyyələri, yəni kriteriyalara da punktlara bölünmür. Səviyyələri yoxdur, belə deyək. Necə müəllim? Hansı təhsil pilləsinin səviyyələrə bölünmür? Peşə təhsili, Peşə təhsilinin 3 səviyyəsi var. Məktəbə qədər təhsil. Biri odur, sonra bir də orta ixtisas təhsil pilləsində bunlar həm məktəbə qədər təhsil pilləsi, həm də orta ixtisas təhsil pilləsi səviyyələrə bölünmürlər. Yaxşı, peşə təhsili pilləsindən misal çəkdiniz. Söz yox, yanlış idi. Belə sual verim Nərmin xanım mən sizə. Peşə təhsil pilləsi hansı səviyyələrə bölünür? Mənim ilk peşə təhsili, Hı-hı. texniki peşə təhsili və yüksək peşə. Texniki peşə təhsili. Yəni 3 səviyyəsi var, vəsə. Düzdür? Yaxşı, hansı təhsil səviyyəsində ya belə sual verim də, bax belə bir sual verim mən sizə. Hansı təhsil pilləsində və hansı təhsil səviyyəsində dövlət təhsil sənədi bizə verilmir? Bax, belə sual verim də. Bax, fikir ver, diqqət. məktəbə qədər bir də peşə. Peşədə verilir axı. Ümumi məktəbə qədər də o dəqiqdir. İbtidai olmasında da belə Bax, konkret olaraq cavab verək də, uzatmayaq. Ya ora, bura, yəni peşəniz. Konkret olaraq Nərmin xanım, sizin fikriniz nədir bu suala cavab olaraq? Bax, sual budur. Hansı təhsil pilləsində və hansı təhsil səviyyəsini bitirəndən sonra bizlərə dövlət təhsil sənədi verilmir? Məktəbə qədər təhsil pilləsini bitirəndə sənəd verilmir. Aha. Sonra səviyyələrdən ibtidai təhsili bitirdikdə, ibtidai təhsil səviyyəsini bitirdikdə sənəd verilmir. Aha, bəli. Bu zaman bizlərə, yəni bunları bitirəndən sonra bizlərə dövlət təhsil sənədi verilmir. Yaxşı, ibtidai təhsil səviyyəsi hansı təhsil pilləsinə aiddir? Müəllim, Necə? tam olaraq sualı cavablandıra bilərəm. Ümumi təhsil. Hə, ümumi təhsilə, bəli. Ümumi təhsil. Ümumi təhsilin ibtidai səviyyəsi. Hə, yəni ibtidai təhsil səviyyəsi ümumi təhsil pilləsinə aiddir. Aydındır? Yaxşı, ali təhsil pilləsinin hansı səviyyələri var? Hansı səviyyələrə bölünür? Müəllim cavab verə bilərəm. Hə, əlbəttə ki, buyurun. Elə sizə verirəm. Bakalavr, magister, birdən Doktorantura. doktorantura. Doktorantura bərabərdir. Bax, burada bir şey də var ki, magistratura, rezidentura. Burada ixtisas fərqləri var da. Biri tipdir, biri digər ixtisaslardır. Doktoranturadakı adjunktura ilə bərabərdir. Yəni burada nədir fərqlər? Misal üçün də doktorantura ümumi ixtisaslara aiddir. Adjunktura sırf hərbi ixtisaslarla bağlı olan bir məsələdir. Daha sonra sizə yaxşı sual verə bilərlər ki, təhsil alanların hüquq və vəzifələrindən əslində 31-ci maddəni az öncə danışmışdım. Təhsil prosesinin iştirakçıları da bu. Yəni 2 bənddən ibarətdir. Daha doğrusu 2 bənddən ibarət deyil, bu 5 bənddən ibarətdir, 5 yarım bənddən ibarətdir. Amma bizə lazım olan hissəsi
31.0.1, bir də 31.0.2. Bu iki yarım bənd bizə lazımdır. Ən çox buradan sual verirlər. Onu mən material olaraq göndərəcəm sizə. Az öncə də bunun haqqında danışmışdıq. Təhsil verənlər, təhsil alanlar barəsində. Amma bir də məsələ var ki, təhsil alanların hüquq və vəzifələri, yəni təhsil haqqında qanunun 32-ci maddəsi çox vacib olan maddələrdən biridir. Yəni ümumiyyətlə təhsil alanların hansı hüquqları var? Belə qoyum mən sualı.